Salam uşaqlar, fizika 2-ci test toplusunun arxasındakı situasiya suallarına baxırıq. Situasiya nömrə 13. Fizika dərsində müəllim dəyişən cəryan dövrəsini şagirdlərə izah etmək məqsədi ilə sxemdə göstərilən dövrəni qurub, K açarını 1 vəziyyətinə, 2 vəziyyətinə keçirdikdə şagirdlər ampermetrin göstərişinin azaldığını müşahidə ediblər. Ampermetrin göstərişinin azalmasının səbəbi nədir? Deməli, biz baxırıq ki, 1 vəziyyətində, ən birinci açar 1 vəziyyətində olanda müqavimət 30-dur. Yəni, yalnız rezistordur. 2 vəziyyətinə açar gəldikdə, baxırıq ki, həm rezistor qoşulub, həm də kondensator qoşulubdur. Biz kondensatorun müqavimətini tapsaq, XC bərabərdir 1 bölək omega C-dir. 1 bölək omega, bax, tənlikdən 100-dür. Tutum isə 0,25 millifaraddır. Yəni 0,25 vurulsun 10 üstü -3. Neyniyərik? Bu ixtisar gedər. Mini 25-ə böləndə eləyər 40. Deməli, XC oldu 40. Və rezistor və kondensator bir-birinə ardıcıl birləşib, ümumi müqaviməti tapanda 30-un kvadratı üstə 40-ın kvadratı. Buradan da kökdən çıxar nə? 50. Deməli, birinci halda müqavimətimiz 30-dur. Açar 2 vəziyyətinə gələndə müqavimət oldu 50. Müqavimət 50-dirsə nə baş verdi? Müqavimət artdı. Müqavimət artdısa, bilirik ki, cəryan şiddəti azalar. Yəni, cəryan şiddətinin azalmasının səbəbi müqavimətin artmasıdır. Sonra deyir, açar 2 vəziyyətində olduqda ampermetrin göstərişini hesablayın. Yenə ampermetr bilirik ki, təsir edici qiyməti göstərir. I bərabərdir, IM bölünsün, kök adda 2 olar. 2 yazın bura. I-nin yerinə UM bölünsün R, kök adda 2 də öz yerində qalsın. UM tənlikdən 140-dır. 140 bölünsün. Kök adda 2 1/4-ə bərabərdir. Müqavimət isə 2 vəziyyətində nə aldıq? 50 aldıq. Yazırıq 50. Bununla bu ixtisar gedər, bununla bu. 10-u 5-ə böləndə eləyər 2 amper. Cəryanı aldıq 2 amper. Deyir, açar 2 vəziyyətində olduqda dövrədə ayrılan orta gücü hesablayın. Orta gücü hesablayanda isə P bərabərdir. Yenə I kvadratı R istifadə edərik. Çünki burada kondensatorda güc ayrılmır, yalnız rezistorda ayrılır. Və I 2-dirsə, 2-nin kvadratı, rezistorun müqaviməti 30, 4 vurulsun 30, o da eləyər 120 watt. Bu cür taparıq.